Salam, ərvatın xeyir olsun əziz şahidlərimiz. 6 iyun 2026-cı ildə 6-cı siniflər üçün təşkil olunmuş monitorinq riyaziyyat sualları A variantının izahına baxırıq. Deməli, ilk sualımız belədir. Mötərəzəni açın və oxşar toplananları islah edin. Edəcəyimiz nədir? 4n minus 16 olduğu kimi qalır. Mənfi 6-nı n-ə vursaq, mənfi 6n minus 42. 4n ilə 6n-in fərqi verəcək mənfi 2n. Deməli, mənfi 16 minus 42 olacaq minus 58. Yəni B variantı. Binanın lifti 0-cı mərtəbədədir. Lift 2 mərtəbə aşağı inir. Deməli 0-dan 2 çıxacaq. 7 mərtəbə yuxarı qalxır. Üzərinə 7 əlavə edirəm. Sonra 4 mərtəbə aşağı inir. Yenidən 4 çıxıram. Lift sonda hansı mərtəbədə olacaq? 7-dən 2 ilə 4-ün cəmini çıxmalıyam. Olacaq 1. B variantı. 3 kongruent kvadratı yan-yana qoymaqla alınan ABCD düzbucaqlısının sahəsi 75-dir. Ümuminin sahəsi 75-dirsə, əgər birini tapmaq istəyirəmsə 3-ə böləcəm. Olacaq birinin sahəsi 25. Sözsüz ki, tərəfə A desəm, sahəsi 25 olduğuna görə A kvadrat 25 olmalıdır və A-nın qiyməti olacaq müsbət 5. Bizdən istədiyi bu düzbucaqlının perimetrini tapın. Düzbucaqlıda nəyə diqqət edirik? Eni 5 olur, uzunluğu 3 dənə 5, yəni 15 olur. Perimetrini axtarsaq 2 vur, 5 plus 15, doğru cavabımız 40. Düz prizmanın oturacağının katetləri 6-8 olan düzbucaqlı üçbucaqdır. Hündürlüyü 4, tam səthinin sahəsini tapın. Gəlin diqqət edək. Əvvəlcə oturacaqların sahəsini tapaq. Tərəflər 6-8 olan düzbucaqlı üçbucaqdır. Sahəsini tapsaq, deməli, katetlər bir-birinə vurub 2-yə bölməyi, 6, 8, 48, 2-yə bölsək 24. Buranın sahəsi 24. Aşağının da sahəsi 24. Sonra 4, diqqət edək. Digər tərəfi düzbucaqlı olduğu halda 8 olan tərəf ilə birləşəcək. Ona görə buranın sahəsi olacaq 4, 8-in 32. Sonra 4-ü 10-a vururuq. 40. Növbəti. Bu dəfə 4-ü 6-ya vurmaq lazımdır. Olacaq 24. İndi bunların hər birini toplasaq, 2-ni 24-ə vursaq, daha doğrusu 3-ü 24-ə vursaq 72. 32 ilə 40-ın cəmi, o da 72. Toplasaq 144. A variantı. Bir məktəbdə robotexnika klubu və idman klubu fəaliyyət göstərir. 6-cı sinifdə oxuyan 50 şahiddən 22-si robotexnika, 26-sı idman, 8-i bunların hər ikisinin üzvüdür. Deməli, 22 plus 26 minus 8. Ümumi iştirak edən şagirdlərin sayı. Toplasaq 48, 8 40. Növbəti, heç bir kluba üzv olmayan. Artıq bunu tapmaq istəyəndə 50-dən 40-ı çıxırıq. Ümumi şagirdlərin sayını neçə faizdir? Ümumi şagirdlərin sayı 50-dir. 50-yə bölüb 100-ə vurmaq lazımdır. 50 ilə 40-ın cəmi 10 eləyir. 100-ü 50-yə bölsək 2 eləyir. 12-yə vursaq doğru cavabımız 20%. C variantı. Turan əlində olan çubuqlardan üçbucaq düzəltməyi düşünür. Əgər bu üçbucağın iki tərəfi 5-7 olarsa, üçüncü tərəfin uzunluğu aşağıdakılardan hansı ola bilər? Sözsüz ki, üçüncü tərəfin uzunluğu fərqinin modulundan böyük, cəmindən kiçik olmalıdır. 1 bu aralıqda deyil, 13 deyil, 15 deyil. Doğru cavabımız B variantı. Samir hər aya bərabər bölünmək şərti ilə qiyməti 273 manat olan paltonu 6 aylıq qiyməti 98.8 manat olan şalvarı isə 4 aylıq hissə isə faizsiz hissə ilə ödənişlə aldı. Hər iki məhsul üçün ödənişin eyni anda başlandığı nəzərə alsaq, aldığı əşya üçün birinci ay nə qədər pul ödəməlidir? Qısaca 273-ü bölürük 6 hissəyə, 45,5. Üzərinə əlavə edirik. Növbəti 98.8 bölünsün 4 aya. Bu da 24,7 edir. Toplasaq, alınan ifadələrin cəmi olacaq 70,2. C variantı. 4, 5, 1, 7 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən 5-dən kiçik ən böyük onluq kəsir. Ən böyük onluq kəsir olanda birinci rəqəmi 5-dən kiçik 4 götürə bilərik. Sonra
5, 1, 7 rəqəmlərini istifadə edib onluq kəsirin ən böyük qiymətini ala biləcəyi. Deməli 7, 5, 1 ədədidir. Onda birlərə qədər yuvarlaqlaşdırın deyir. Bu olacaq 4,8. B variantı. Növbəti sual 59-60 sualları əhatə eləyir. Riyaziyyat layihəsi üçün bir ədəd radiusu 8 desimetr olan dairəvi kardon hazırlanıb bir üzr əylənməlidir. Bir balaca qab quaş boya ilə 3,5 kvadrat desimetr sahəni bir qat rəngləmək olar. İndi suala baxaq. Qrup işi olaraq uşaqlar kardonun kənarlarına lent çəkəcəklər. Bunun üçün onlara ən az neçə desimetr lent lazım olacaq. Diqqət edək. Qısaca dairənin kənar hissəsinin uzunluğunu tapmaq lazımdır. C bərabər 2πr. Düsturundan istifadə edirik. 2 vurulsun. P-nin qiymətini təxminən 3 verir. Radiusu 8. Hasilini tapsaq doğru cavabımız 48 desimetr. Kardonun bir üzünü bir qat rənglənə bilməsi üçün 50 qab boya bəs edərmi? Cavabınızı hesablamalarla əsaslandırın deyir. Deməli, nə etmək lazımdır? Əvvəlcə dairənin sahəsini tapaq. Dairənin sahəsini tapanda πr kvadratdan istifadə edir. P-nin qiyməti 3, radiusun qiyməti 8 kvadrata 64 eləyir. Sonra 3'ü 64'e vursaq 192. Növbəti 3,5 kvadrat desimetr sahəni bir qat rəyləmək üçün deməli bir qab boya lazım olur. İndi bizə bir hissəsini rəyləyə bilmək üçün nə etmək lazımdır? 192'ni bölək 3,5'e görək. 192'nin tərkibində nəsə 3,5 var. Bunun qiymətini tapanda 3,5'e böldük. 54 tam təxmini qiymət götürsək 54,8 qiymət edir. Davamda var. Edəcəyimiz nədir? Yəni burada məsələ ondan ibarət 192 kvadrat metr desimetr ümumi sahəsi eləyir. Amma 3,5 kvadrat desimetr bir qat rəyləmək üçün bir qab boya lazımdırsa 50 qab boya buna artıq kifayət etməyəcək. Niyə? Çünki tapdığımız cavab 50-dən böyükdür. Ona görə etməz kimi bir cavab yazma olar. Növbəti ABC, NMK üçbucaqları kongruentdir. A-nın B-nin qiyməti verir. Deməli, A-nın qiyməti varsa E-nin qiyməti də 60'dır. Sonra B-nin qiyməti varsa M-in qiyməti də 55'dir. Deyir, NMK üçbucağının böyük bucağı neçə dərəcə olur? Böyük bucağını tapanda E-nin M-in qiymətləri varsa 180'dən çıxaq. Bu ikisinin cəmini görək. Üçüncü bucağın dərəcə ölçüsü neçə olacaq? 60 ilə 55'in cəmi oldu 115. 180'ə 115 çıxanda 65. Elə bu ikisinin, daha doğrusu 3'ün içərisində ən böyük bucaq ilə 65 dərəcədir. B variantı. 6. sinifində oxuyan 6 şahid arasında il ərzində oxuduqları bədii kitabların sayı ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edən şahidlərin cavabları üstünlük diaqramında qeyd olunub. Oxunan kitabların sayının modasını tapın. Yəni diqqət edək. Modasını tapanda eyni olanı götürməliyik. Baxın. Burada bir xəttin üzərində birinci bir dəfə düşür. Üçüncü bir dəfə düşür. Sonra dördüncü bir dəfə düşür. Sonuncu bir dəfə düşür. Amma burada qeyd eləyək. Vüsal ilə fərdənin nəticələri hər ikisində 4 olur, 2 dəfə olur. Demək ki, ən çox təkrarlanan ədədimiz 4'dür və doğru cavabımız A variantı olur. Anar qarışıq meyvə şirəsi hazırlamaq üçün 1200 ml portağal, 200 ml greypfrut, 100 ml alma şirəsini qarışdırır. Bu şirələrin miqdarının arasındakı nisbəti eyni saxlayaraq qarışıq meyvəsi hazırlamaq üçün növbəti dəfə 900 ml portağal şirəsi istifadə edir. İkinci dəfə neçə millilitr qarışıq meyvə şirəsi əldə edər? Deməli, portağal şirəsi əvvəlcə 1200 idi. Sonra 900 oldu. Deməli, 1200 sonradan 900 olur. Bu nə deməkdir? 900'ü 1200'ə bölsək, hansı hissəsini istifadə edib deyə cavab olacaq. Sıfırları atsaq, sonra 3'ə bölsək 4'də 3 hissəsi. Sonra 200 ml greypfrutun 4'də 3 hissəsinə baxaq. 4'ə bölsək 50, 3'ə vursaq 150 edir. 100'ü 4'ə bölsək 25, 3'ə vursaq 75 edir. Bunların üçünü toplasaq
900, 1050, 1125. Ümumi cəm A variantı. İfadənin qiymətini tapın. 108-i bölürük. -3-ün kvadratı eləyəcək 9. 108-i bölürük 9-a. Üzərinə əlavə edirik. Daha doğrusu növbəti -4-ün kubu 64 eləyir, amma -64 eləyir. Üzərinə əlavə edirik 25-i. 108-i 9-a bölsək 12. 12 ilə 25-i toplasaq 37, çıxsaq 64-dür. Doğru cavabımız olacaq -27 C variantı. Cədvəldə Musanın 5 ay ərzində qazancı verilib. Bu 5 ay ərzində Musanın orta aylıq qazancı neçə manat olmuşdur? Orta dedikdə, yəni bunları toplayıb hamısını sayına bölmək lazımdır. Deməli, yanvar, fevral, mart, aprel, may 5-ə bölürük. Doğru cavab tapırıq. Deməli, yəni hesablayaq. 1100 üzərinə əlavə edirik 1200. Növbəti 1300. 1100. Sonra 1500. 6200 eləyir. 6200 bölürük 5-ə. Tapırıq ki, doğru cavabımız 1240. C variantı. İki dost hər birinin qiyməti A manat olan 3 ədəd konstruktor dəstə almaq istəyir. Deməli, ümumi məbləği 3 buradır. Konstruktor dəstinin ümumi məbləği 21 manatını birinci dost. 21 manat birinci dost, qalanın ikinci dost. Qalan dediyi 3A minus 21. İkinci dost ödədi. İkinci dostun ödədiyi məbləği göstərən ifadə 3A minus 21 ilə A variantı olur. Növbəti sualımız, bir elektrikin hər birinin qiyməti eyni olan 100 ədəd lampaya 60 manat pul ödədi. Yəni hesablaya görə 60 manatı 100 yerə bölsək, ümumi bir dənəsi neçə manat olacaq? %60 olur. 20'si istifadə üçün yararsız oldu. 100'ün 20'si yararsız oldusa, nə qədər ziyan etdi? Elə 20'sinin qiymətini hesablamaq lazımdır. 100 ilə 20'ni sadələşdirsək, 20 ixtisar aparsa məxrəc 5 qalır. 60'ı 5'ə bölsək 12 manat. A variantı. Növbəti sualımız, oyunbaz kub şəkilli qutunun üzərinə kənar çevrəsinin radiusu 30 cm olan halqa qoyub ifasını təqdim edir. Oyunbaz halqanın ən yuxarı nöqtəsində dayanır və onun halqanın üzərindəki ayağının yerdən hündürlüyü 80 cm-dir. Tilin uzunluğunu tapmaq lazımdır. Gəlin diqqət edək. Kuba qədər məsafə 30-30 olduğuna görə diametr 60-dır. 80-dən 60'ı çıxsaq, yerdə qalan hissəsi 20 cm olur. D variantı. AB şəhərlərindən qarşı-qarşı avtobus və minik avtomobil yola düşdü. Avtobusun sürəti 80, avtomobilin sürəti 90-dır. 3 saat sonra onlar arasında məsafə 50 km olarsa, AB arasındakı məsafə neçədir? 80 ilə 90'ı toplasaq 170, 3 saat dediyinə görə 3'ə vururuq. Olur 510. 510 ara məsafəsi, deməli, ikisinin qət etdiyi məsafələr 510, ara məsafəsi 50 olur. 510 ilə 50'ni toplasaq, doğru cavabımız 560. C variantı. Gün ərzində restoranda satılan təbii meyvə şirələrinin sayı haqqında məlumat cədvəldə verilib. Diqqət edək, alma şirəsi 4 hissəyə bölünüb, amma 48'dir. 48'i 4'ə bölsək, deməli, hər biri 12'ni bildirir. Sonra 24'ü 2'yə bölsək, o da 12'ni bildirir. Deməli, 84'ü 12 yerə bölmək lazımdır və 7 dənə deməli təbii meyvə şirəsinin göstəricisi olmalıdır. Bu da olacaq 3, 3, 1, yəni A variantı. Muradın ağıllı saatı onun 6 gün ərzində hər gün atdığı addımların sayını qeydə alır. Deməli, gün ərzində atdığı addımların sayı hansı diaqramda düzgün əks olunub? 3000, 5000, 7500 və s. Gəlin diqqət edək. 3000, sonra 5000, sonra 7500 doğrudur, orta hissəyə düşür. Sonra növbəti 2000'dir. Doğrudur. Elə doğru cavabımız C variantı olur.
Digər variantlarda isə fərqli göstəricilər olduğuna görə düzgün cavab kimi götürə bilmirik. Növbəti Bakıdan Qazaxa qədər olan məsafə 425 kilometrdir. Qrafikdə sabit sürətlə hərəkət edən sürət qatarının bu məsafəni qət etməsi təsvir olunub. Sürət qatarının getdiyi yol zamandan düz mütənasib asılıdır. 1 saata 85 km məsafə edir. Sürətini 2 dəfə artıraraq, deməli 85-i 2-yə vursaq. 2-yə vursaq olacaq 170 km/saat. Sonra nə deyir? Bakıdan Qazaxa çatmaq 3 saatdan az vaxt sərf edər. Sözsüz ki, bunların arasındakı məsafə 450 km idi. 170-ə bölsək, doğru cavabımız 2,5. 2,5 ədədi 3 saatdan kiçik olduğuna görə bu fikirlə, yəni 3 saatdan az vaxt sərf edər fikri ilə razıyıq. Sonra növbəti sual. Qatar əvvəlki sürətlə 8 saata neçə kilometr yol qət edər? 1 saata 85 kilometr gedirsə, 8 saata neçə gedəcək? Tapmaq üçün 8-i 85-ə vurmaq lazım idi. 8-i 80-ə vursaq 640, 5-ə vursaq 40, toplasaq 680 kilometr. Doğru cavabımız 680 kilometr olur. Məktəb həyətində kvadrat formasında qaçış meydançası var. Meydançanın ətrafında 3 dəfə tam dövr edən İbrahimin 480 metr qaçdığı məlumdur. Deməli, nəyə diqqət edirik? Kvadrat formalıdır. 3 dəfə tam dövrə qaçıb 480 metr olub. Deməli, 480 metri biz bölərik 3-ə, 160 metr bunun bir dəfə olan perimetridir. Yəni, perimetri 160-dır. Bu perimetri hansı düsturla tapırdıq? 4A. 4A-nı 160-a bərabər etsək, A-nın qiyməti 40. Deməli, kvadratın tərəfi 40-dır. Meydançanın sahəsini tapmaq lazımdır. 40-ın kvadratını tapırıq. Doğru cavabımız 1600 kvadrat metr. Şəkildə təsvir olunmuş hündürlüyü 2, diametri 6 olan silindr formalı hovuz tam dolarsa neçə kubmetr su tutar? Deməli, həcmini hesablamaq lazımdır. PR kvadrat H-dır düsturumuz. P-nin qiymətini təxminən 3 verib. Radius diametri 6 olduğuna görə radius 3-dür. Kvadratı 9 edəcək. Hündürlüyü isə 2 verib. Vururuq 2-yə. 3 9-un 27. 2-yə vursaq 54. 54 kub metr.